Bir gün Peyğəmbər minbərə çıxırdı söhbət eləməyə. Ayağını birinci pilləkənə qoydu, durdu. Dedi amin. Sonra ayağını ikinci pilləkənə qoydu, yenə durdu. Dedi amin. Ayağını atdı üçüncü pilləkənə, ta çıxa minbərin üst qatına. Amin dedi, otdu. Peyğəmbər minbərdən enəndə sual elədilər. Ya Rasulallah, bu 3 dənə pilləkəndə amin dedin. Səbəb nədir? Həzrət Peyğəmbər cavab verir. Çox maraqlıdır cavab. Niyə 3 dənə amin dedi? Çox maraqlıdır. Buyurur ki, fəqal, ca'ani Cəbrail aleyhissalam. Fəqal. Ayağımı qoydum birinci pilləkənə. Həzrət Cəbraili gördüm. Cəbrail aleyhissalam mənə dedi. Nə dedi? Şəqiyə abdun zukirtə indəhu fələm yusalli aleyk. Fəqultu amin. Bədbəxt və üzü qara olsun o kəsin ki, onun yanında sənin adın çəkilir, o salam salavat demir. Mən də dedim amin. Salavat edir Muhammed və Ali Muhammedə. Bax, bu bir məsələ. Əcibdir, bəzi vaxt Peyğəmbərin adı çəkilir, hamı durub baxır. İnnəllaha və mələikətəhu yusalluna alən-nəbi. Ayədir. Allah və mələkləri Peyğəmbərə salam deyir. Siz də salam deyin. Niyə durub baxırsınız? Pəs Peyğəmbərin adı gələndə gərək salavat deyək. Cəbrail dedi ki, üzü qara olsun o şəxsin, bədbəxt o şəxs ki, sənin adın çəkilir, salam salavat demir. Mən də dedim amin. Bu bir. 2. Şəqiyə abdun ədrəkə şəhrə Ramazan fənsələxə anhu və ləm yuğfər ləhu fəqultu amin. Dedi ki, üzü qara olsun, bədbəxt olsun o şəxs ki, mübarək Ramazan ayı daxil olur və Ramazan ayı sona çatır, amma onun günahları bağışlanmır. Ay daxil oldu, ay sona çatdı, bu elə həmən açdı, həmən tasdı. Fərq eləməli. Dedi, onların üzü qara olsun. Peyğəmbər də dedim, amin. 3-cü çox maraqlıdır. Çox maraqlıdır. 3-cüdə nə deyir? Fəqal, şəqiyə abdun ədrəkə validəy əv əhəduhuma. Əhəduhuma qeyd gətirir. Fələm yudxiləl cənnə fəqult amin. Üzü qara olsun. Bədbəxt olsun o şəxs ki, onun 2 valideyni sağdır. Sonra qeyd gətirir. Və yaxud biri. Yəni, biri dünyasını dəyişib, biri sağdır. Bu 2 valideyni sağdır. Və yaxud biri sağdır. Bunlar dura-dura o cənnətə daxil ola bilmir. Valideyni var, amma cənnətə daxil ola bilmir. O şəxsin üzü qara olsun, dedim amin. Bu nəyi deyir, bilirsən? Valideyni sağdır. Valideyninlə cənnətə daxil ola bilmir. Yəni, valideynin hörmətini saxlaya bilmir. Valideynin keşiyində dayana bilmir. Onun xeyir duasını ala bilmir. Onun xeyir duasından cənnətə gedə bilmir. Onun üzü qara olsun. Dedim, amin. Çox əfsus, çox əfsus, çox əfsus. Adam mömindir, namaz qılır, ibadət eləyir, oruç tutur, istiğfar eləyir. Valideyni ondan narazıdır. Peyğəmbər onun üzü qaralığına amin deyib. Bəs bu ay gəlir qarşıdan. Həm ailə içində, həm valideyn qarşısında. Gərək ki, biraz fərqli olaq bu ayda. Bu ayda heç bir fərqin olmasa, demək sən bu ayın əzəmətini ailənə çatdıra bilməyibsən.